Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə Xırdalan şəhərin mərkəzində orijinal 2 otaqlı və əşyalı olaraq satılan bir mənzil çəkib təqdim edirik. Mənzilimiz Xırdalan şəhərin mərkəzi, Heydər Parkının aşağısı, Sultan Şadlıq Sarayının yanında 5 mərtəbəli binanın hündür 1-ci mərtəbəsidir. Orijinal 2 otaqlıdır və videoda görülən bütün əşyalar qalır. Demək olar ki, tam əşyalıdır. Qiymət çox əla bir qiymətdir. 85.000 manatdır. 2 otaq, kubcalı və əşyalı. Qeyd edim ki, orta mərtəbə orta blokdur və 1-ci mərtəbə olduğu üçün arxa tərəfdə həyət var. O həyət də bu evə aiddir. Mənzilimizin yataq otağıdır. Təmiri yaxşı vəziyyətdədir. Bütün əşyalar qalır. Skvaznoy mənzilli binanın hər iki tərəfinə baxışı var. Mənzilin yataq otağını çəkibsə təqdim elədim. Qonaq otağımızdır. Giriş hissəsidir. Foyesi geniş foyesi var. Sanitar qovşaqlarımızdır. Sanitar qovşaqların təmiri yaxşıdır və ayrı-ayrıdır. Genişdir. Görürsünüz. Və irəliyə doğru getdikdə burada yerləşir bizim mətbəx. Mətbəx də tam doludur. Soyuducu, paltar yuyan, mətbəx mebeli hazır formada. Deməli, bura mənzilimizin əsas eyvan hissəsidir. Eyvan hissəsi bağlanılıb, belə iri bir qlodovka yaradılıb və eyvandan çıxırıq mənzilimizin həyətyanı sahəsinə. Gördüyünüz, baxın, bu turbadan irəliyə, şam ağacından irəliyə doğru bu həyət bu evə məxsusdur. Bax, buradan da çıxırsan, 3 metr sonra 119 nömrəli avtobusun hərəkət istiqamətidir. Çox əla bir yerdə yerləşir. Qiymət əla bir qiymətdir. 85.000 manat. Orijinal 2 otaq tam əşyalı olaraq satılır. Əlavə sual olarsa, evə gəlib baxmaq istəsəniz, aşağıda bizim əlaqə nömrəsi var. Zəng edib gün ərzində gəlib evə baxa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.